Rus dili 365 günə. İkinci gün. Bu gün gəlin sizinlə saatlardan danışaq. Məsəl üçün, rus dilində demək istəsəz ki, bir saat deyəcəksiniz 1 ças. Ças. Hətta məsəl üçün, 21 saatda deyəndə sonu 1-lə bitir. Deməli, yenə deyəcəksiniz 21 ças. 2, 3, 4 sonu 2, 3, 4 ilə bitəndə çisa deyəcəksiniz. 2 çisa, 3 çisa, 4 çisa, 22, nə bilim 32 yoxdur da, yəni 24-də kimidir. 22 saatda desəz deyəcəksiniz ki 22 çisa. Ças yox, çisa. Çünki sonu 2 ilə bitir. Amma 5-dən sonra sonu 5 ilə bitən, sonu 5 ilə bitən sizə saatda lazım deyil. Çünki dediyim kimi saat 24 saatdan ibarətdir. Amma 11-dən 19-a kimi burada uca çisov olacaq. Məsələn 5 saat 5 çisov, eləcə də 11 saat 11 çisov, nə bilim 18 saat 18 çisov, 11-dən 19-a kimi istisnadır. Ona görə o da çisov olacaq. 5, 6, 7, 8, 9, sonu 0 ilə bitəndə 10-dur, 20-dir, 30-dur olsun. Yenə də 30 çisov deyəcəksiniz. Dediyim kimi 5-dən sonra sonu 5-dən 9-a kimi 0 ilə bitəndə və istisna olaraq 11-dən 19-a kimi onlar çisovdur. Yəni burada hamısı qeyd olunub, diqqətlə baxın. Əzizlərim, əgər siz imkanınız yoxdur müəllim yanına getməyə, kursa getməyə, başa düşürəm. Amma rus dilinə həvəsiniz var, işinizlə bağlı lazımdır. Rusiyada yaşayırsınız, istər-istəməz ruslarla kontaktda olursunuz, mağazaya gedirsiniz, uşağınızı məktəbə aparırsınız, nə bilim, kimləsə tanış olmaq istəyirsiniz, uşağınız aşağıdadır, məsəl üçün gəzdirməyə aparmısınız, apteka gedirsiniz, dərman almaq istəyirsiniz, həkimə gedirsiniz, bir probleminiz var, düzdürmü? Hər yerdə rus dili lazımdır. Tüm belə əgər siz rus dilli ölkələrdə yaşayırsınızsa. Amma imkan yoxdur və yaxud şərait o deyil, vəziyyət o deyil, vaxt yoxdur. Amma yəqin ki, istəsəz, əminəm, yəni istəsəz 20-30 dəqiqə gün ərzində tapa bilərsiniz. Və bunu faydalı keçirə bilərsiniz. Necə? Sadəcə danışıq kitabını əldə edirsiniz. 20-30 dəqiqə ayıraraq, hər gün 10-15 dəqiqə, 10-15 cümlə öyrənərək, əmin olun ki, bir neçə aya siz özünüz sərbəst o kitab sayəsində 0-dan B2 səviyyəsinə kimi qalxa bilərsiniz. Buna qarantiya 100%-dir. Əldə edin, özünüz nəticəsini görəcəksiniz. Sadəcə tənbəlliyinizi atın, bəhanələrinizdən də vaz keçin. Bu günə kimi bəhanələrlə gəlmişsiniz. Bəsdir, özünüzü bəhanələrlə yedizdirdiniz. Artıq hərəkət etməyin vaxtıdır.